Salam dostlar, mən istəyirəm bizim söz analizi rubrikasında daha bir mətləbdən də bəhs eləyək qısaca da olsa. Biz hamımız yazarıq, redaktorıq, yəni mətnlər düzəldirik və yazırıq. Mən çox vaxt görürəm ki, yazarlar nəyin problemini yaşayır. Sözlər onların üstünə qaya kimi uçur və istedadın, intellektin çatmayanda sən o sözlərin məfhumların altında qalıb əzilirsən. Yəni bəhs elədiyin mövzuya uduzursan, istifadə elədiyin söz səndən daha güclü çıxır, onu ram eləyə bilmirsən. Yəni bu divlərlə savaşa bənzəyir. Yəni yaradıcılıq əslində üstüvə div kimi gələn sözlərlə döyüşmək və onları ram eləmək sənətidir. Sən nə qədər nəhəngsənsə, nə qədər şəxsiyyətin, intellektin, istedadın, nə qədər ilhamın, nə qədər güclüdürsə, sözləri o qədər yaxşı ram eləyə bilirsən. Və böyük sənətkarlar təkcə sözdən öz mənasını almaqdan əlavə, yəni sözü özünün əks mənasını verəcək dərəcədə ram eləməyi bacarırlar. Yəni elə eləyirlər ki, söz nəinki ona tabi olur, hətta özü öz üzünə dirənir, özü özünü inkar eləyir. Bilirsiniz, bu müharibədə qarşı tərəfin elə bir generalını götürüb öz ölkəsinin əksinə istifadə eləməyə bənzəyir. Yəni sən o qədər güclü olmalısan, onu elə hipnoz eləməlisən, onu elə inandırmalısan ki, o öz ordusunun əleyhinə gedib vurursun. Yəni təxminən sözlə rəftar da buna bənzəyir ki, sözü öz mənasının, ilkin mənasının əksinə yönəldə biləsən. İndi misal deyəcəm sizə, ağzını derlərdi, yox dediklərincə var imiş. Və üstəlik bunu hansı mətləblər üzərində dediyini oxuyanda adam riqqətə gəlir doğrudan da. Əllərini yuxarı qaldırırsan ki, ilahi bu hansı istedaddır, hansı zəkadır, hansı dərinlikdir. Deməli, söhbət nədən gedir? Deməli, irfanda sirri dəhan deyilən bir anlayış var. Yəni, burada belə bir sual qoyulur ki, kun kəlməsi ilə bütün dünya yarandı. Bəs bu söz hardan gəldi, özü, bu kun kəlməsi hardan gəldi? Allahın ağzı varmı? Allah da maddi varlıq olmadığı üçün, yəni bu sualı vermək ədəbsizlik sayılır və buna kontrargument kimi qoyulur ki, heç insanın özünün ağzı yoxdur, o da ki, Tanrının olsun. Yəni doğrudan da bizim ağzımız yoxdur, bizim ağzımız boşluqdan ibarətdir. Dil, diş, damaq, dodaq, boğaz birləşib ağzı əmələ gətirir. Ona görə də insanın ağzını bir əməliyyatla dəyişmək və yaxud onu ümumiyyətlə götürmək mümkün deyil, o maddi deyil. Biz heç vaxt barmağımızı ağzımıza vura bilmərik, ağzımıza sala bilərik, boşluqdur. Amma ağzımıza vura bilmərik, çünki maddi deyil. Deməli, bu özü olmadığı üçün, yoxluq olduğu üçün, oradan gələn, yoxdan var olan da sirri dəhandır. Yəni ağzın sirridir, o yoxluğun sirridir. Ona görə Füzuli söz qəzəlinə belə başlayır. Deməli, xəlqə ağzın sirrini hərdən qılar izhar söz. Cəmaata ağzın sirrini izhar edir, yoxdan. Bu nə sirdir ki, olur hər ləhsə yoxdan var söz. Yəni, burada çox rahat sirri dəhan məsələsini sözə, belə deyək, köçürə bilib və burada da bizim misal çəkdiyimiz beytdə isə başqa bir, belə deyək, hoqqa çıxardıb. Ağzını derlərdi yox, dediklərincə var imiş. Yəni, necə deyirdilərsə, elə də var imiş və burada var imiş sözü, yox imiş sözünün mənasını ifadə edir. Özünün üzünə dirənir, öz ordusu əleyhinə döyüşür. Oxşar situasiyanı Aşıq Ələsgərin bir misrasında da görmək olar. Neçə sir gördümsə sir qaldım aşkar. Yəni burada aşkar sözü sir qalmağa xidmət edir, yəni özünün əks mənasına. Sonraki dövrlərdə oxşar situasiyanı deməli Ələsgər ocağına mənsub olan İsmixan Didərginin bir təcnisində görmüşəm. Deyir, İsmixanam yönüm düşdü yad elə, nələr etdin eləməzdi yad elə. Mən aşığam yad elə, yad ölkəyə yad elə. Dedim, mənə sirdaş ol, sağlığımda yad elə. Mən öləndə yaddan çıxart, yad elə. Nə axtar, nə ağla, nə də ara məni. Deməli, burada gördüyünüz kimi sonuncu iki cinasda dedim, mənə sirdaş ol, sağlığımda yad elə. Yəni, yada sal, mən öləndə yaddan çıxart, yad elə. Yəni, unut. Bir yerdə yad elə, yada salmaqdır, bir yerdə unutmaqdır. Eyni söz bir-birinin əks mənasını verir. Ancaq Füzuli ilə Ələsgərdə bu iki misrada yox, bir misrada baş verir ki, bunun da xüsusi çətinliyi var. Yəni, bu haradasa imkansız bir məsələdir. Baxın, ağzını deyirlərdi yox, dediklərincə var imiş. Və yaxud neçə sir gördümsə, sir qaldım aşkar. Sənətkarlığın belə məqamları da var, hamıza uğurlar arzulayıram. Sağ olun.